Və Allah Subhanahu va Taala elə Qiyamət surəsində buyurur ki, və qiyamətə and içir. Lə uqsimu biyevmil qiyamə. And içirəm qiyamət günə. Və alimlər də deyir ki, Allah Taala Quran-Kərimdə nəyə and içirsə, o şeyin əzəmətindən xəbər verir. O şeyin əzəmətindən xəbər verir. Və ayələrin davamında Qiyamət surəsində həmçinin Allah Taala'dan yəni o gün barədə şək şübhə içərisində olanlar, o gün barədə istehza edənlər, yəni o günün baş verməsindən, o həqiqətlərdən uzaq olan insanlar barəsində Allah Subhanahu taala buyurur ki: "Yəsəlu əyyənə yevmul qiyamə." O gün nə vaxt qopacaq deyə soruşurlar. Şübhəsiz ki, bu soruşma da inkar soruşması. Çünki onlar qəbul etmirdilər ki, Allah Resulü sallallahu əleyhi və səlləmlə və yaxud da ki, ondan əvvəlki rəsullarda da bu cür əhvallar olmuşdu. Buyurur ki, səndən qiyamət barəsində soruşurlar və Allah Taala o qiyamətin əlamətləri barədə Quran-Kərimdə buyurur ki: "Fəidə bəriqal basar." Göz bərələcəyi və xasafəl qamar, ay tutulacağı, və cumu'atiş-şəmsi vəl-qamar, və cumu'aş-şəmsi vəl-qamar, günəşlə ayın qovuşacağı, yəqulul insanu yevmə idin əynəl məfar. O gün insan da deyəcək ki, qaçacaq yer hardadır?